Salam müəllimlər, sizlər üçün öz müdavimlərimə işlətdiyim miq və sertifikasiya tipli cədvəl testini paylaşmışdım. İndi onun izahını paylaşıram. Bu testlərin özünün işləmə proseduru var. Yəni şərtə baxmadan ilk öncə verilmiş cümlələri təhlil edirik və hər birini müsbət və mənfi ilə qiymətləndiririk. İndi gəlin baxaq. Birdə qeyd olunur. 2026-cı il şəhərsalma və memarlıq mövzusunda müzakirə təşkil edilir. Aydan müzakirə zamanı aldığı yeni informasiyaları qeyd edir. Cavab vermə. Müəllimlər, bu affektiv, emosional və yaxud da digər adı ünsiyyət taksonomiyasının mərhələlərinə aid bir testdir. Gəlin yadımıza salaq. Ünsiyyət, affektiv, yəni emosional taksonomiyanın hansı mərhələləri var idi? Qəbul etmə, cavab vermə, dəyərləndirmə, təşkil etmə, xarakterizə etmə. Qəbul etmə mərhələsində necə olurdu? Dinlədiyini hörmətlə sona qədər dinləyirdi və müəyyən qeydlər götürürdü. Periodik olaraq başını yelləyirdi, reaksiyalar verirdi. Bu, qəbul etmə mərhələsidir, yəni aktiv qəbul etmə mərhələsindədir. Və hazırki birinci cümlədə də görürük ki, Aydan aktiv qəbul etmə mərhələsindədir. Cavab vermə deyil. Ona görə də bu cümlə yanlış olduğu üçün qarşısına mənfi qoyuruq. 2-də qeyd olunur. 2025-ci il Konstitusiya və Suverenlik ili mövzusunda təşkil edilmiş müzakirədə əli yoldaşlarını hörmətlə sona qədər dinlədikdən sonra ona aydın olmayan məqamla bağlı sual verir. Cavab vermə. Burada doğrudur. Niyə görə doğrudur? Çünki cavab vermə mərhələsində müzakirə zamanı diqqət və hörmətlə dinlədikdən sonra artıq o cavab vermə mərhələsinə keçməlidir. Suallarda aktiv olmalıdır, sual verməlidir, suala cavab verməlidir. Bax, bunlar artıq nə olur? Cavab vermə mərhələsidir. Və yaxud da öyrəndiyini tətbiq eləməlidir. Bu da cavab vermə mərhələsi olur. Bu cümlə doğru olduğuna görə müsbət qoyuruq. 3-də qeyd olunur. Yaşıl Dünya naminə həmrəylik mövzusunda araşdırma etməkdə çətinlik çəkən Gülşənə araşdırması üçün Əli etibarlı mənbələr təqdim edir. Dəyərləndirmə. Bəli, dəyərləndirmə mərhələsi belədir ki, vəziyyətə görə yaxşılıq etmək, vəziyyətə görə pislik etmək, vəziyyətə görə hansısa bir məqamı özü üçün və yaxud da başqaları üçün dəyərləndirməkdir. Ondan kömək istəmədən kömək etməyin özü dəyərləndirməkdir. İndi Gülşən ondan kömək istəmədi. Sadəcə Əli kənardan gördü ki, Gülşən hansısa bir mövzuda çətinlik çəkir. O da könlündən keçərək ona kömək edir. Yəni vəziyyəti dəyərləndirir. Bu cümlə doğru olduğuna görə qarşısına müsbət qoyuruq. İndi gəlin 4-cü cümləyə baxaq. Heydər Əliyev ili mövzusunda slaydla təqdimat hazırlamaqda çətinlik çəkən sinif yoldaşı üçün Əli YouTube kanalında necə slayd hazırlamalı başlıqlı video çarx hazırlayıb paylaşır. Təşkil etmə. Yəni, 3-cü cümlədə qeyd etdiyim kimi kömək etmək keçir ürəyindən. Eyni həminki bir situasiya, ona bənzər bir situasiyadır. Yəni, Əli baxır ki, yoldaşları hansı bir məqamda çətinlik çəkirlər, slayd hazırlamaqda çətinlik çəkirlər. Və bu slayd hazırlamağa Əli harda öyrədə bilərdi? Yəni, könlündən keçərək onlara harda kömək edə bilərdi? Əlbəttə ki, özü bacarır və bunu çəkir. Necə hazırlamaq lazımdır? YouTube-da paylaşıb, sinif yoldaşlarına atacaq təbii ki, onlar da baxıb onu hazırlayacaqlar. Beləliklə, yoldaşlarına kömək etmiş oldu. Yəni, vəziyyəti dəyərləndirdi. Dəyərləndirdiyinə görə burada təşkil etmə ola bilməzdi. Bu yanlış olduğuna görə bunun qarşısına çıxaq qoyuruq. İndi müəllimlər, gördüyünüz kimi müsbətlə, mənfi ilə hər bir cümləni təhlil edib dəyərləndirdik. Biz də yəni qiymətləndirdik. Doğru hansıdır, yanlış hansıdır. İndi artıq biz şərtə baxa bilərik. Bizdən nə istəyir? Test bizdən istəyir ki, uyğunsuzluğu müəyyən edək. Yəni, doğrunun altındakı doğrunu yox, doğrunun altındakı yanlışı götürməliyik. Yanlışın altındakı yanlışı yox, yanlışın altındakı doğrunu götürməliyik. Burada bizim cavabımız artıq oldu. Uyğunsuzluğa görə 1, 3, Y variantı.